Gəlib oturacaq yerində orada artıq kifayət edəcək. Deməli, mən əvvəl istəyirəm özümüzü sizə təqdim edeyim. Yəqin siz fikirləşirsiniz ki, bunlar kimdir, hardan gəlirlər? Deməli, Bioloji Müxtəlif Mərkəzi İctimai Birliyi var. Biz o birliyi, mən müdüriyəm, sədriyəm, yoldaşlar yanındakı alimlərimiz də o birliyin üzvləridir, ekspertlərdir. Prezident aparatı nəzdində qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi deyilən bir agentlik var. Yəni, ölkədə nə qədər qeyri-hökumət təşkilatları var, onların rəhbərliyi həmən dediyim agentlikdir. O agentlik də bizə kömək edib ki, regionlara gedin, yerlərdə əhalini yırtıcı heyvanlar və bir də zəhərli heyvanlar haqqında məlumatlandırın. Onlar hansı fəsadları yetirə bilər insanlara, o barədə məlumat verin və bu heyvanlardan necə qorunmaq lazımdır, tədbirlərlə. Və bu dediyim mövzuda layihəmizi biz Azərbaycanın bir çox rayonlarında, xüsusən Qarabağ ərazilərində, işğaldan azad olmuş ərazilərimizdə ilk növbədə orada elədik. Nəyə görə ilk növbədə orada? Çünki 30 illik insan yaşayışı olmayan Qarabağ ərazisi başdan başa xarabalıqdır. Bütün evlər, şəhərlər, kəndlər, kəsəklər yalnız xarabalı şəklində idi. İnsan yaşamadığı üçün o ərazilər yırtıcı heyvanlarla, zəhərli heyvanlarla dolmuşdu. Hələ zəfərimizdən sonra oraya tikintiyə başlayanda əhalinin qayıdışı üçün yaşayar yerləri, şəhərlər, kəndlər bərpa olmağa başlayanda oraya ilk növbədə gedən yol çəkənlər idi, bir də tikinti işi görənlər. Onlardan da gündə xəbərlər gəlirdi ki, ilan sancılanlar var, bəbir hücumuna məruz qalanlar var, aylara hücumuna məruz qalanlar var. Ona görə də oralara getmək lazımdır, o insanları, o heyvanlar haqqında məlumatlandırmaq lazımdır ki, rastlaşanda düzgün davranış necə olmalıdır, insan özünü necə aparmalıdır. Çox vaxtı bu barədə insanlar məlumatsız olduğu üçün, istər ilana rast gələndə, istər yırtıcı ya canavara, ya ayıya rast gələndə necə davranmaq lazımdır bilmədiyindən fəsadlar olur. Amma halbuki düzgün davranış olsa, o heyvan nə hücum eləyəndir, o ilan nə sancandır. Ona görə bunlar barədə insanlar belə hallarda necə olmalıdır, düzgün davranış, necə özünü aparmalıdır, hansı profilaktik tədbirlər var ki, belə hallar olmasın, bu haqda sizə məlumat veriləcək. Sonra elə hallar var ki, həmən dediyim heyvanların fəsadlarından biri, məsələn, yırtıcılar sancır, dişləyir, cırmaqlayır, buduz xəstəliyi keçirə bilir. İlan sancır, zəhərli ilan sancması, zəhərli sancma edir, zəhərin yeridə bilir. Belə hallarda insan həyatı üçün təhlükəli hallar yaranır. Və ilk qaydada necə olmalıdır, necə müalicə eləməlisən ki, belə hallar olanda sonradan fəsad olmasın, sonradan ağır nəticə olmasın. Məsələn, adicə bir ilan sancması, düzgün müalicə eləməsən, Türkiyə çağıra üsulundan müalicə eləsən, adi bir sancmadan başına bəla gələr. İnsan ölənlər olur. Nə var, düzgün müalicə eləmir. Amma düzgün müalicə nədir, o barədə sizə məlumat verir. Bu bir tərəfi ki, işimizin adı nədir? Amma bir də onu deyək ki, elə yerlər var ki, insanlarımızın vəziyyəti həmən o dediyim Qarabağ ərazisində olduğu kimi deyil. Kəndlər birbaşa meşənin içərisindədir, ətraf meşədir. İnsanlar da hələ yaranışından üzü bəri, qəbilə halında yaşayanda insanlar təbii nemətlərdən istifadə edərək yaşayır. Təbii nemətlər nədir? Torpaq, su, faunası, heyvanat aləmi ovlayıb yeyir özü üçün, dərsindən geyim hazırlayır, bitkisidir, florasıdır, ondan istifadə edir. Yəni, insan bugün də 1000 il bundan əvvəl ilk insan peyda olandan yaşayışını təbii nemətlərdən istifadə edə üzrə gəlir. Və bu təbii nemətlərdən istifadə etmək üçün də elmin hesabına cürbəcür üsullar, indi nələr eləmirik o təbii nemətlərdən istifadə etmək? Yerin dibindən çıxardırıq. Nə bilim mən, uran deyib atom bombası düzəldirik. Bunlar nə eləyiriksə, hamısı təbii ehtiyatlardandır, təbiətin verdiyidir. İnsan özündən heç bir icad eləmir. İcad eləyib, təbiətin verdiyindən istifadə edir. Təbiətin verdiyi nemət təkcə torpaq, su deyil, həm də onun heyvanatıdır, həm də onun florası, bitkisidir. İndi canlı sistemlərin tədqiqi institutu deyirik. O institutun alimləridir. Sağımda oturan Kərimov Tahir müəllimdir, bioloji elmlər doktorudur. Quşlar faunası, Azərbaycanın faunası, ornitofaunası, yəni quşlar faunası ölür. Azərbaycanda 407 növ quş var. Bu quşun vəziyyəti nədir, başına nə gələ bilər, indi necə olacaq? O sahədə elmi iş aparan, tədqiqat aparan alimlərimizdəndir. Solumda oturan Gülbəniz xanım herpetoloqdur, bioloji gözəl fəlsəfə doktorudur.
həm də Xəzər Universitetinin müəlliməsidir. Zəhərli heyvanlar haqqında sizə məlumat verəcək. Yəni zəhərli ilanlar, əqrəb, arı o barədə məlumat olacaq. Və nəhayət Leyla xanımdır Nadirli. O da bizim gənc biologiya üzrə fəlsəfə doktoru olacaq bu yaxınlarda. Elmi işi hazırdır. Deməli, institutumuzun ən fəal gənc alimlərindəndir. O isə sizə dediyim bu yırtıcı məməlilər haqqında məlumat verir. Yəni canavar, çaqqal, ayı, porsuq, gəlincik, nə qədər yırtıcı məməli varsa Azərbaycanda o faunla bağlı tədqiqata aparan Leyla xanımdır. İndi ilk növbədə Gülməli xanım, ya ənənəyə uyğun olaraq birinci zəhərli heyvanlardan danışacağıq, yoxsa Leyla'ya verək birinci burada? Fərqi yoxdur. Məncə fərqi yoxdur. Leyla, burada birinci əsas məməlilər, yırtıcı məməlilər deyib gəlmiş. Yırtıcı məməlilər haqqında məlumat verəcək, diqqətlə qulaq asın. Və mən yaxşı olardı ki, içərinizdə bu yırtıcılarla rastlaşan, bu haqda nəsə eşidən varsa təcrübəsindən, öz həyat təcrübəsindən dursun desin. Bizim üçün maraqlı olacaq. Bu qədər kənddə, bu qədər maşallah, ahıl insanlarsınız. Olmaz ki, belə bir şey görməyəsiniz, rastlaşmayasınız və belə halda özünüzü necə aparırsınız? Və o barədə danışsanız, söhbətdən sonra sual cavab versəniz daha maraqlı olacaq. Mən də hər birinizi salamlayıram. Sizə yırtıcı məməlilər haqqında məlumat verəcəm. Ümumiyyətcə, bu yırtıcı məməlilər insana nə cür bir ziyan verə bilər və faydaları nədir əlbəttə ki, onların hücumundan necə qaçınmaq olar, onun haqqında məlumat vermək istəyirəm. İlk öncə demək istəyirəm ki, yırtıcı heyvanların heç biri insanı ümumiyyətcə yem olaraq, şikar olaraq görmür. İnsan əgər yırtıcı heyvanla üzləşirsə, qarşı-qarşıya gəlirsə və onun hücumuna məruz qalırsa, burada biraz da insanın öz günahı olur. Nəyə görə yırtıcı heyvan insana hücum edə bilər? Gəlin buna deyim. Yırtıcı heyvan insana əgər quduzlusa hücum edə bilər. Əgər onun yanında balası varsa, o heyvan aqressiv olur həmən dönəmdə. Onlar çoxalma dövründə aqressiv olur, əlbəttə ki, və onlar bir də siz əgər təsadüfən onların yuva sahəsinə daxil olursunuzsa, məsələn, meşəli əraziyə daxil olursunuzsa, indi burada hər kəsin evi, yəni demək olar ki, təbiətlə iç-içədir, meşəli əraziyə çox yaxın bir ərazidə yaşayırsınız. İnsan yırtıcı heyvanla nəyə görə üz-üzə gəlir və qarşı-qarşıya gəlir? Çünki o kənd əraziləri artıq get-gedə meşənin dərinliyinə gedir. Və o yırtıcı heyvan elə bil ki, bir yerdə yaşayırdı və insan get-gedə gedir, onun yaşadığı yeri zəbt edir. Ona görə də heyvanla insanın arasında bir çaxnaşma əmələ gəlmiş olur. Burada həm ərazi üstündə çaxnaşma əmələ gəlir, həm də yem üstündə çaxnaşma əmələ gəlir. Bir faktor da odur ki, insanlar bəzən qanunsuz olaraq da dovşanlara və yaxud hansı quşlara, hansı heyvanlara ov edirlər. Və istər-istəməz digər yırtıcı heyvanların biz yem bazasını öldürmüş oluruq və o yırtıcı heyvan artıq meşədə, təbiətin dərinliklərində özünə qida tapmadığına görə insanın məskunlaşdığı yerə üst tutmağa başlayır. Bunlardan necə qaçınmaq lazımdır və nə etmək lazımdır əgər siz yırtıcı heyvanla rastlaşmısınızsa? Məsələn, siz meşəli bir əraziyə daxil olmusunuzsa, ümumiyyətcə bilmədiyiniz ərazini, yəni əsas da meşəli ərazinin dərinliyinə getmək tövsiyə olunmur. Çünki bu heyvanlar adətən meşənin dərinliyi ərazilərində olur və hamısı da demək olar ki, gecə həyat tərzi sürür. Ona görə də siz günorta vaxtı onlarla o qədər də rastlaşmaya bilərsiniz. Amma gecə vaxtlarında bəlkə də yolda maşın sürərkən görmüş ola bilərsiniz ki, yolda, yol kənarında çaqqal və yaxud tülkü, yəni bizim də rastımıza gəlib digər rayonlara gedəndə onlarla qarşılaşa bilərsiniz və yaxud da maşın sürdüyünüz yerdə yolu hər hansı bir heyvan keçə bilər. Məsələn, siz canavarla üz-üzə gəlmişsinizsə, çaqqalın tülkü ilə üz-üzə gəlmişsinizsə, nə etmək olar bu zaman? Tülkü ilə çaqqal ümumiyyətcə çox daha qorxaq heyvanlardır, nəinki canavar. Və adi, məsələn, əl çalsanız, qışqırsanız, o heyvanın üzərinə nəsə fırlatsanız, o heyvan onsuz da qorxub qaçacaq. Yəni, adi insanın səsindən belə qorxub qaçan heyvanlardır. Onların heç biri insanın üz-üzə gəlmək istəmir əslində. Canavar tülkü ilə çaqqaldan daha aqressivdir nisbətən, amma o da möhkəm qışqırıqlara, məsələn, qaçan heyvandır. Sadəcə, canavarla qarşı-qarşıya gələndə onun gözünün içinə baxmaq tövsiyə olunmur. Ümumiyyətcə, yəni siz də bilmiş olarsınız,
necə deyirlər, itin qabağından qaçmaq olmaz. Çünki it insanın dalınca düşür. İt insanın qanındakı adrenalinin qalxmağını gözəl hiss edir. Canavar ondan da gözəl hiss edir bu məqamı. Və əgər siz qorxuya qapılsanız ki, insan ilk yəni qorxuya qapılır, canavar bunu gözəl hiss edəcək və siz onun gözünün içinə baxsanız, canavarlarda belə bir şey var ki, mexanizm, onlar bunu bir çağırış kimi qəbul edir və ilk canavar hücum etməyə başlayır. Ümumiyyətcə canavar mövzusunda, yəni ya çalışasınız bir ağaca dırmanasınız, yaxınlığınızda varsa, ya da ümumiyyətcə o ərazidən qaçmayasınız. Əlinizdə məsələn taxta varsa, nəsə varsa, canavarların ağız-burun hissəsi çox həssas olur. Ona, yəni görürsünüz ki, bu heyvan sizə hücum edir, ağız-burun nahiyəsindən vura bilərsiniz. Və yaxud nəyisə fırlada bilərsiniz onun üzərinə. Əgər yəni kollektiv şəkildəsinizsə, tutan meşəlik ərazidəsiz, piknik etməyə getmisiniz və s. Məsələn, əl-ələ tutmaq da tövsiyə olunur. Niyə? Heyvanlar ümumiyyətcə özlərindən daha güclü, daha böyük görünən, belə deyim, varlıqlardan qorxurlar. Və o sizi daha güclü bir şey kimi görəcək, əlbəttə qorxub qaçacaq. Əgər əlinizin altında bir çanta varsa, o çantanı da başınızın üzərindən tuta bilərsiniz. O zaman da o heyvan qorxub qaçacaq. Məsələn, hadisələr olub, rastlaşdığınız hallar olub. Kimdəsə olur mu belə bir şey? Görmüşsünüz de bize təhlükə mərcik edədik. Amma qarşı-qarşıya gəldiyiniz hallar olmayıb da. Qarşı-qarşıya gəlib qarşı deyəm. Bəli, onlar... Amma həyətinizdən tülkü gəlib nəsə... Qədərsiz. Çatqaz zərər. Ona görə də bu heyvanlar burada var, öz toyğunuzu etibarlı qoyuyor. Onları buradan yürüsün. Biz indi onlar ixtiyarı var ki, yəni bunları bizim toğlarımız yesin, deyil mi? İhtiyarı var. Az adama, indi az tülkü deyil. Adam aparıb özü verir ki, ala yeyid, açsan. İndi az heyvandır, buna deyək ki, gəlmə, o düzgün deyil axı. Meşədə də sıçan sol yox, onun yediği heyvanat da yox, quş yox, yuva sağımı quşlar da yuxarılara gedir. Aclığından gəlir, o ac olması gələn deyil. Hakkı var, onun yaşamaya da hakkı var, yeməyə də hakkı var. Zəhmət çək öz heyvanatı, etibarlı qoruyunan, çünki onun yemidir, o gələcək. Bir də o kəndin ətrafında çox kəndlərə gedir, görürük. Kəndin bütün zirzibili, məişət tullantıları, zirzibil atılır. Bax, bunlar da onları cəlb edir. Onlar deyim axtaranda həmən o zirzibili əsasən tülkü, çaqqal o zibil qalıqlarına gəlir və siz də məsələn hardasa gecələyəcəksinizsə təbiətdə, məsələn piknik qurmusunuz, palatka qurmusunuz, heç vaxt orada yem qalıqları belə qoymaq olmaz. Ya onları yaxşı konteynerlərə bağlayıb qoyursunuz, ya plastik torbalara bağlayıb qoyursunuz bir yerə. Çünki onun isinə o heyvanlar əlbəttə ki gəlir. Məsələn siz bir də o məlumatı sizə çatdırım, hardasa yəni təbiət yerində gecələyəcəksinizsə, ip bağlaya bilərsiniz. O ipə şüşə butulkalar bağlayırsınız. O şüşə butulkalar əlbəttə ki küləyin səsindən başlayır cingildəməyə və heç bir yırtıcı heyvan ora gəlməyəcək. Siz ora tonqal qalasanız ki, bunu məncə hər kəs bilir. Əlbəttə ki orada heç bir yırtıcı heyvan gəlməyəcək. Və çalışın ki ev sahəsini, yəni ki ev ətrafı sahəni səlqə-səhmanda saxlayasınız ki, orada nə taxta qalıqları olmasın, nə zibil qalıqları olmasın ki, o heyvanları onlar cəlb eləməsin. Və əgər sıçan yuvaları görürsünüzsə evin ətrafında, əsasən də bu bağ yerlərində məsələn ola bilər, hansısa ağacların altında bəlkə də sıçan yuvaları görmürsünüz. O tülkü ilə çaqqal o sıçan yuvaları üçün də gəlir, gəmirici ilə qidalanmaq üçün. O gəmirici yuvalarını ləğv etmək olar. Ya sıçanları yəni oradan tutasınız və yaxud da torpaqla bastırasınız, heç olmasa bir müddətlik o sıçanlar oradan ləğv olmalı. Bax, bu barədə bir şey de deyim, bu dəqiqə heyvanat aləminin qorunması məsələsi problem olaraq bütün ölkələrdə var. Hətta canavarı deyə vurma, hətta qoyunlarınızı yeyirsə vurmağa cəza vermirlər. Nəyə görə? Bütün dünyada təbiətdən başına insan o qədər oynaşıb ki, hətta heyvanat aləmi o qədər nəsli kəsə gedir ki, təbiətin nizamı pozulur. Gördüyümüz hər bir heyvanın soxucandan tutmuş pələnginə gedir. Allah Taala onu səbəbsiz yaratmayıbdır. Ümumiyyətlə təbiətdə rast gələ biləcəyiniz 3 cür zəhərli heyvan haqqında məlumat vermək istəyirəm. Bunun birincisi zəhərli ilanlardır, zəhərli əqrəblərdir ikincisi və zəhərli arılardır üçüncüsü. Bu 3 cür zəhərli heyvanla siz rastlaşa bilərsiniz ümumiyyətlə. Amma konkret olaraq Şamaxıda hansılarla rastlaşa bilərsiniz? İndi onlar haqqında daha ətraflı məlumat verəcəm. Başlayaq ilanlardan. Şamaxıda siz bir çox ilan növünə rast gələ bilərsiniz. Amma bu o demək deyil ki, onların hamısı zəhərlidir.
Məhz Şamaxıda 2 növ zəhərli ilana rast gələ bilərsiniz. Bunun biri hamının adi gürzə kimi tanıdığı, amma elmi adı Levantin gürzəsidir. Bax bu gürzədir. İstiqrak yerlərdə o, meşələrdə yox. Bu ilanla yəqin ki, əksəriyyətiniz rastlaşmısınız. Faunamızda olan, təbiətimizdə olan ən iri zəhərli ilan növüdür. Belə deyək də, zəhər və öldürücü təsirə malikdir, əgər ilk yardım və təcili yardım göstərilməzsə. Amma ikinci bir növdə var, burada zəhərli ilan, bu şərq çöl gürzəsidir. O bukletlərdə, payladığım bukletlərdə var. Onun ölçüsü, məsələn, əgər bu adi gürzə kimi tanıdığınız Levantin gürzəsinin ölçüsü 1, 1.20, 1.40, 1.60-a qədər ölçüsü olanlar var, o fərqlərə rast gəlinir. Amma şərq-çöl gürzəsi, demək olar onun yarısı qədər. Yarısından da. Üstəlik, hətta alnı da daha az ola bilir. Üstünün naxışına görə siz onu fərqləndirə də bilərsiniz. Məsələn, şərq-çöl gürzəsi çox gözəldir. Üzərində naxışı zigzag formasındadır və aydın da seçilir. Burada biraz naxış o qədər aydın seçilmir. Bu da yaşadığı fonla əlaqəlidir. Məsələn, torpaqda o aydın seçilmir. Ümumiyyətlə, bu zəhərli ilanla bərabər mən dedim ki, siz burada zəhərsiz ilanla da rastlaşa bilərsiniz. Bəs onu görəndə necə ayırt edə bilərsiniz? Zəhərli ilanla zəhərsiz ilanın əsas kəskin fərqləndirən 2 əlaməti var. Birincisi, məsələn, bax, bunun üzərində deyəcəm sizə, zəhərli ilanın başı iri, gövdəsi də iri olur. Boyun isə baş gövdəyə keçəndə nazikləşir. Və gövdə yoğun olduğu halda ani nazikləşir və quyruq da nazik şəkildə olur. Bu əlaməti görürsünüzsə, boyun nazik və qısa nazik quyruq görürsünüzsə, sizin gördüyünüz ilan böyük ehtimaldır, zəhərli ilandır. Bir əlamət də var, məsələn, vertikal göz, əgər çox yaxından onu görürsünüzsə, gözün bu şəkildə olması artıq o deməkdir ki, bu gördüyünüz zəhərli ilandır. Amma zəhərsiz ilanda necədir? Baş, gövdə, belə deyək, quyruq bir-birindən seçilmir. Nazik uzun şlanq şəklindədir, getdikcə nazikləşir. Bu, belə bir ilan görmürsünüzsə, ölçüsünün fərqi yoxdur, qısa, uzun. Bu, böyük ehtimal ki, sizin gördüyünüz zəhərsiz ilandır. Amma, məsələn, siz onu təbiətdə daim ətrafınızda, məsələn, kəndin yaxınlığında görürsünüzsə bu ilanlar, bu əlamətlərlə onu artıq seçə bilərsiniz. Yox, əgər siz ümumiyyətlə çox nadir hallarda ilanla rastlaşırsınızsa, ehtiyac yoxdur ki, siz dayanıb onun zəhərli ya da zəhərsiz olduğunu ayırt edəsiniz. Buna vaxt ayırmayın. Üstəlik də, məsələn, bax, bu zəhərli ilan dedim ki, gürzə, 1.20, 1.60-a qədər ölçüsü olur. Onlar çox gözəl, bədəninin yarısı qədər atıla bilir. Ona görə də siz o ilanla rastlaşanda çalışın, məsafə saxlayın. Üstəlik də, baxın, bu şəkildəki kimi bədəni qıvrılıbsa, bu o deməkdir ki, o artıq atılmağa hazırlaşıb. Maksimum məsafə saxlayırsınız. Bəs yaxşı, bu ilanla siz harada rastlaşa bilərsiniz? Siz açıq şəraitdə də rastlaşa bilərsiniz, evinizin içində də rastlaşa bilərsiniz, maşında da rastlaşa bilərsiniz. O gəlib orada gizlənə bilər. Təsadüfən, taxta parçasını qaldıranda, taxta parçası qaldırdınız, bu əldən sanca bilər və yaxud da ki, siz onu tapdalamısınızsa, ayaqdan sanca bilər. Ən çox əldən, ayaqdan sancma halları olur, amma üzdən, başdan sancma halları da olur. Məsələn, biz belə rastlaşmışıq bu hallarla, deməli, quş yuvasıdır və yaxud da ki, toyuq yinidir. Qapısını açan zaman, o, dedim axı, quşla da yemlər, toyuqlar da yemlər. Oynamaq istəyir. Fikir vermədi. Yemlənmək istəyir, yemlənir və açan zaman, məsələn, adam olub üzündən işləyir, gözünü işləyir. Emir çəkdə bunu. Görür bir şey yoktur. Kimi yayılır sadəcə. Belə olduğu halda nə eləmək? Əgər sancıqsa nə eləmək lazımdır? İki, məsələn, əgər siz tək haldasınızsa, haradasa təbiətdə, siz ilan sancıqsa, birinci növbədə dərhal insan olan yerə qaçmalısınız və çatan kimi də deməlisiniz ki, məni ilan sancdı. Niyə? Çünki bu dediyim 2 saat, yarım 2 saata qədər vaxt var. Bu halda bundan sonra artıq insanın huşu itəbilir. Huşu itəndən sonra sizə nə baş verdiyini, sizə hansı yardım göstərsinlər, onu artıq bilmirlər. Bu da vaxt aparır da, necə deyirlər. Ən yaxşısı sürətlə qaçmaq və özünüzü insan olan yerə çatdırmaq və demək ki, məni ilan sancdı. Yox, əgər sizin yanınızdakını ilan sancıbsa, siz imkan vermirsiniz ki, o adam hərəkət eləsin. Niyə? İmkan, o adam nə qədər sürətlə hərəkət eləyərsə, qanda zəhər o qədər sürətlə dövr eləyəcək və adamın zəhərlənməsi sürətlə baş verəcəkdir. Ən yaxşısı, həmin adamın yarım oturaq vəziyyətdə otuzdurursunuz, sakit şəkildə.
Qolunda əgər saat varsa, əlində üzük varsa, boyunbağı varsa bunları çıxardırsınız. Niyə? Çünki dedim axı bayaq, yarım saata qədər bu saat yarıma artıq şişəcəkdir. Şişdiyi halda onları çıxartmaq da ikinci bir problem yaradır. Dərhal onları çıxardırsınız yarım oturaq vəziyyətdə və çoxlu maye verirsiniz, amma yenə də vaxt itirmədən çatdırırsınız həkimə. Ən yaxşısı onu həkimə çatdırmaqdır və yaxud da ki, ilkin tibbi məntəqəyə çatdırmısınızsa, orada ona zəhər əleyhinə zərdab vurulubsa, yenə də xəstəxanaya aparmalısınız və yenə də bu məlumatı həmin çatdırdığınız yerdə deməlisiniz ki, artıq ona ilkin yardım olaraq zərdab vurulubdur. Nə badə özünüz müalicə eləməyə çalışasınız. Bunun fəsadları nədir? Adətən ilk yardım eləmək istəyirlər, sonra görürlər ki, bunların göstərdiyi yardımdan bir iş çıxmır, xəstəxanaya aparırlar və bu artıq gecikmiş olur. 2 saatdan artıq əgər vaxt keçibsə, artıq o ilanın zəhəri öldürücü təsir göstərir. Bəs zəhərli və zəhərsiz ilanla danışdım. Onun ikisi də sanca bilir əslində. Zəhərli ilanda, zəhərsiz ilanda sanca bilir. Siz onu necə ayırt eləyə bilərsiniz? Düzdür, bu ayırt eləmək də özü bir vaxt aparacaqdır, amma bilməyiniz daha yaxşı olar. Əgər həmin nahiyəni ki silirsiniz, orada 2 qırmızı nöqtə görürsünüzsə, deməli sizi sancan zəhərli ilan olubdur. Ya da bir iri nöqtə görürsünüzsə, çünki ağız atanda orada bir dişi də düşə bilər, dişləməsi. Bu artıq o deməkdir ki, sizi sancan zəhərli ilandır. Yox, orada çoxlu qırmızı nöqtələr görürsünüzsə, çoxlu sayda, bu o deməkdir ki, bu zəhərli ilan deyil, amma zəhərsiz ilanın özündən də dişindən müəyyən bir xəstəliklər keçə bilər. Ona görə yenə də həkimə müraciət etməyiniz lazımdır. Həmin nahiyəni sabunla, su ilə yuyursunuz və həkimə çatdırırsınız özünüzü. Nələri eləmək olmaz, bayaq artıq dedim. Qəti şəkildə həmin nahiyəni rezinlə, kəndirlə bağlamaq olmaz. Niyə? Çünki artıq ilan sancır və zəhər yeridilir. İlan zəhərinin dişi orada bukletlərdə var. Onun ölçüsünü fikir versəniz, o demək olar ki, toxumaya, dərinliyə nüfuz edir və zəhər ora buraxılır. Siz nə qədər onu sormağa çalışsanız da, onu oradan hamısını demək olar çıxarda bilməyəcəksiniz. Sancması elə ağrılı olmur. Yəni sadəcə iynə batdı kimi bir ağrı hissi olur. Amma əqrəbin sancması bu ağrılı olur. Həmin nahiyə uzun müddət ağrıyacaqdır, şişəcəkdir. Sadəcə həmin nahiyə məlhəm qoymaqla, belə deyim də, və yaxud da ki, özünüzün əgər allergiyanız varsa bilirsiniz öz orqanizminizi və həkimə müraciət etməyiniz vacibdir. Ən çox bu yaşlı, hamilə və uşaqlar üçün təhlükəlidir ki, onlar mütləq həkimə müraciət etməlidirlər. Bəs əqrəblər özləri də elə ilanlar kimi gecə həyat tərzi keçirən heyvanlardır. Məsələn, səhər, axşam yemlənirlər, hava işıqlananda gizlənməyə çalışırlar. Gizləndikləri yer hara olur? Haradadırlarsa orada bir yer tapıb gizlənirlər. Bu adətən olur ayaqqabının içi. Məsələn, əksər kənd yerlərində amma ayaqqabını bayırda soydur. Ona görə ən yaxşısı ayaqqabını geyinməmişdən əvvəl səhər mütləq şəkildə ayaqqabını bir silkələmək lazımdır. Bir də sizin rast gələ biləcəyiniz burada arılardır. Burada rast gələ biləcəyiniz arı bu bal arısıdır, bir də kağız arısıdır, it arısıdır. Bunların biraz sancması və davranışlarına sizə məlumat verim. Məsələn, bal arısı aqressiv arıdır, amma it arısı, kağız arısı dediyimiz onlar elə aqressiv deyil. Məsələn, bal arısı siz dayandığınız yerdə belə gəlib sizi sanca bilir. Niyə? O tərin iysinədir, parfumin iysinə onun xüsusi bir qıcığı var və belə adamı gəlib heç nədən sanca bilir. Sancanda da onun qarıncığın sonunda iynəsi var. İynənin üzərində bir çıxıntı var. Sancdığı halda sancandan sonra belə deyək də o iynəsini geri çəkə bilmir. İynə qalır və onunla birlikdə də bütün daxili orqanları da orada qalacaq. Bu o deməkdir ki, həmin arı onsuz da öləcəkdir. Amma siz əgər pətə yaxınlıqdasınızsa, sizi bir arı sancıbsa, əmin olun ki, onun ardınca zəhərin qoxusuna digər arılar da sizin üzərinizə hücum edəcək. Bunlarda belə davranışlar var. Əgər bir arı sizi sancıbsa, bu elə təhlükəli deyil. Yox, əgər çoxlu sayda sizi arı hücum edirsə, sancıbsa, siz həkimə müraciət etməlisiniz. Amma allergiyanız varsa, artıq bilirsiniz ki, sizin nəyəsə allergiyanız var. Hətta bir arı sancmasından belə mütləq həkimə müraciət edin. Ümumiyyətlə, onun bir neçə dəqiqənin içində
şok verdiyim, özümüz gözümüzlə görmüşük, müşahidə eləmişik. Ona görə də ən yaxşısı bir arı sancıbsa, əgər allergiyaz yoxsa, elə də qorxulu deyil, amma çoxlu sayda sancıbsa, həkimə müraciət etməyiniz lazımdır. Bəs o birisi arı, hansı ki dedim kağız arısı, bu sizin evlərin küncündə, eyvanın küncündə ola bilir. Bu gedir ağacın gövdəsini qaşıyır, öz süpürcəyi ilə yuva düzəldir. Bu kağıza oxşuyur da, pətək düzəldir. Əgər gördünüzsə artıq orada bir arı yuva qurmağa başlayıbdır. Çalışın o yuva qurmamışdan artıq onu ləğv eləyəsiniz. Çünki yuva qurdusa artıq orada çoxalacaqdır. Çoxalandan sonra orada yuvanı dağıtmaq daha təhlükəlidir. Nəinki onu əvvəlcədən elə ləğv eləmək. O arı elə aqressiv arı deyil. Siz oturacaqsınız yemək yeməyə, çay içməyə, o da gələcək. Biraz yemlənəcək, çaydan, sudan içəcək, gedəcəkdir. Əgər siz onu əlinizlə qovmağa çalışmasanız. Əlinizlə qovmağa çalışsanız, o təhlükə hiss eləyəcək, elə biləcək onu öldürmək istəyirsiniz, ona görə sizi sancmaq istəyəcək. Üstəlik də onu sancısa, iynəsinin ucunda, üzərində belə çıxıntı yoxdur, hamardır. Sancıb və rahatlıqla çıxıb gedə biləcəkdir. Ona görə mən tövsiyə edirəm ki, birinci növbədə ətrafınıza diqqətli olasınız. Bütün canlılar, necə deyərək, heç birisini saydıqlarınız, mən saydıqlarım arasında sizə hücum eləmək fikri yoxdur. Diqqətli olsanız, ehtiyatlı olsanız, heç belə hal baş verməyəcək. Amma ümid edirəm ki, heç belə halda baş verməyəcək sizin aranızda. Sualı olan var, o zəhərli heyvanlar haqqında sualı olan məsəl. Siz heç rastlaşmışsınız burada yılanlarla? O qədər. İndi sizə deyim də, bax bu ərazi ki, meşə kənarı kənddə rütubətlidir nisbətən. Necə davranmışsınız? Amma bax bu Gülbəyaz xanım dedi, Azərbaycanda 95% zəhərli sancmalar, özdə ölüm nəticələrinin zəhərli sancmaların eləyən o gürzədir, Levantin gürzəsidir. Çox isti, quraq yerdə olur. Rütubətli yerdə, meşənin içində olmur. Sizin yaşadığınız bu ərazi üçün meşə ilanlarıdır. Yalnız zəhərli ilan bəyək dediyimiz kiçik ölçülü yaylaq gürzəsi deyilir. Orada, o çalanda zaten rast gələnlər ehtiyatlı olur. Amma qaldı meşənin içərisində belə bağlı yerdə olan ilanlar, təlxələrdir, su ilanlarıdır, heç birisi zəhərli deyil. Burada bəzəkli təlxə deyilən mixəyi rəngdə, tünd torusunda qara-qara nöqtələri var. Bəzəkli təlxə deyilik. Sonra bir də adi qonur ilan var. O da mixəyi rəngdədir, üstündə qara ləkələr biraz yandan da basıqdır. Böyük ölçüdə olmur, 70 santimizad belə ölçüdə olur. Sonra bir də su ilanıdır. Su ilanı xırda da ola bilər, iri də ola bilir, üstünün rəngi cürbəcür, naxşı cürbəcür ola bilər. Amma altına baxın, görsəniz ki, layla qara ləkələr var, bilin ki, o su ilanıdır. Yəni, burada yaylaq gürzəsindən başqa sizə ziyan vura biləcək heç bir ilan yox. 4-5 milyon ilan var bu ətrafda. Onların hamısı da o dediyim yaylaq gürzəsindən başqa zəhərsiz ilanlardır. El arasında 7 qardaş, qızıl ilan, nə bilim, qızıl ilan, yəni belə adlanır, onlar da təlxələrdir. Qızıl ilan burada yoxdur. Qızıl ilan var Şamaxının o aşağı tərəfində isti quraq otluq yerlər var. Qıpqırmızı, altı üstü qırmızı ilandır. Şulan 2 metrə qədər olur. Bəlkə düşəndə qaçmağa, gizlənmək yer tapmayan da adam əlinə, adam üstə şurlayır. O burada belə isti yerdə, bəlkə də otlaq quru vaxtlarda olur. Burada olmaz o. Burada dediyim həmən o qonur ilandır, sonra bir də bəzəkli təlxədir, su ilanıdır, bunlar olacaq. Yaylaq yerində, ot çalanda ehtiyatlı olur. O dediyim, həm də bu zəhərli sancmalar olanda insanlar biraz laqeyd olur. Görürsən, deyir, özüm eləyəcəm də, heç bir şey yoxdur. Bəli, elə bir ağrı vermir. İlan sancması elə bir ağrılı vermir ki, gəlsən, hə, tez qaçım gedir. Amma ağrı verməsə də, əgər güclü yerdə bilibsə zəhərli, o ətli yeri, əzələ yerinə zada, o bir 10-15 dəqiqədən sonra aləmi dağıdacaq. O, həkim ki, iynə vurur, pensilin, onu çıxarda bilərsiniz pensilin yeri, heç cürə mümkün deyil. Zəhərdir, yeritdi, onu orada çıxartmaq mümkün deyil. İlk saniyələrdə soğurmaq olar, əgər ağız, burun daxil hissədə qaba keçəsi yer yoxdursa, sonra da bilərsiniz. Amma adam etibar eləmir, bəlkə ağız boşluğunda açıq yer var, qana keçə bilər. Gürzə zəhəri qana düşəndə qorxuludur. Qana düşməsə, gürzə zəhəri heç bir qorxusu yoxdur. Deməli, məsələni belə baxdı da, quşlar, hamı bilir ki, quşlar insandan uzaq gəzməyə, yaşamağa çalışır. İnsandan qorxur konkret. Ancaq bəs nə vaxt, niyə, nə üçün hücum edir və ondan necə qorunmaq
olar. Bu suallar ətrafında sizlə söhbət edək. Bizim mövzumuzda yırtıcı quşlardır. Təvəkkül müəllim dedi, Azərbaycanda 407 növ quş var. Bunların hamısı hücum edə bilər. Ancaq Şamaxı ərazisi üçün xarakterik olan biz quşlardan danışacağıq. Və bunların içərisində də ən təhlükəsi yırtıcı quşlardır. Nəyə görə? Hamı bilir ki, iti caynağı, iti dimdiyə malikdir. Bunlar onun bir növ ov eləmək üçün alətidir. Gəlin belə danışaq da. Deməli, bu yırtıcı quşlar iki qrupa ayrılır. Biri gecə yırtıcılarıdır, biri gündüz yırtıcılarıdır. Gecə yırtıcıları, məsələn, 10-cu sinifdə oxuyan sən, gecə yırtıcıları hansı ola bilər? Sağ ol, bayquş ola bilər. Baykuşlar insan üçün elə təhlükə törətmir. Nəyə görə? Gecə həyat keçirir, sən su olur və yaxud yarasanı tutur yer. Yəni, meşənin dərinliyində, bataqlıqda, insan qaya yarıqlarında olduğuna görə insanın onlarla rastlaşma ehtimalı demək olar ki, 100% yoxdur. İndi günüzdə bunlar fəaliyyətsiz olurlar, aktiv olmurlar. Özdə yediklərin udurlar, sonra artığı kusuntu şəklində bırakırlar. Keçək gündüz yırtıcı quşları. Gündüz yırtıcı quşları bir neçə yenə də yerə bölünür. Bax, burada sizin müşahidə eləyəcəyiniz quşlar, iri quşlar var. Bunlara kərkəz deyirlər. Yəni göydə onları çox hündürdə nöqtə kimi müşahidə. Gəlirlər, gəzirlər, ətrafı baxırlar, nəzərdən keçirdirlər, uzun məsafələr qatır. Yol boyu, dərə boyu, çay boyu, kənd ətrafı görərsiniz. Qanadın uzunluğu bunların 3 metr olur. Məsələn, ən irisi hündüşka boyda olur, 12-14 kilograma, ən balazası 2-4 kilogramdır. İndi bunlar, bu kərkəzlər sizin ərazinizdə 4 növə rast gəlmək olur. Ən irisi, qaşı eybətlər olan qara kərkəzdir, ən irisi. Bundan sonra gəlir o yuvaya yaxınlaşanda bunlar. Deməli, yırtıcı quşların içində, bax, bu bərqutdur, imperator qartaldır, qırğılardır, çalağanlardır, neylərdir. Bir də balaca qızıl quşlar. Onlar hücum edirlər. Hətta sərçə də hücum edirlər. Qarğa, ala qarğanın biz rayonlarda danışanda o yuvasını dağıdanlar çox olur da, o da cücə zad aparır. İnan ki, hücum eləyir, əl çəkmir. Adamın az qala gözünür. Yəni, göydə indi sosial şəbəkələrdə, telefonda görər, sərçələr də hücum eləyir, dəstə şəklində. Yəni, balasını qoruyur. Bu instikti Allah Teala, təbiət, reaksiyonu verib bütün canlılar. İndi burada nə etmək lazımdır? Hücum eləyir, bəs nə etmək lazımdır? Qəfildən hücum eləyir, özdə şırılmaqla. İstəyir, bax, hansı vəhşi heyvan olsun, ovu və insan olsun. Şırılmaqla bu ən zəifliyi baş hissədir, yuxarıdan gəlirlər. Şırılmaqla. Cayların bax belə qabağa verir, hücum edir. Bax, var. İndi bizdə videolar var. Göstərmək imkanımız yoxdur. Olan yerlərdə göstərə bilirik. Hücum edir arxadan. Görmürsən, bilmirsən. Onda görürsən qanadının səsi artıq səni atlayır. Deməli, ən həssasiyyət bu damardır. O caynaqla damarı. İstəyir canavar olsun, istəyir maral, istəyir qoşar olsun. Bu hücum eləyəndə bunlar bir dəfə hücum edir, şığmaqla. İndi şığıdır, qaçmaq olmaz. Bəlkə dedilər, vəhşi heyvanlardan qaçdın, qutardın. Yıxıldın yerə, artıq elə bir ki, öldürsən. Nə eləmək lazımdır? O şığmağın ki, görürsən, əlində nə var? Ruqzaq deyirlər, torba, pencək, papaq və başqa bir şey.
Onu belə versən caynağının qabağına ki, o caynaq artıq səni deməli yaralamasın silah. O əgər bunu elədinsə və ağaçla, nə ilənsə elədinsə, o bir dəfə şırıyır. Onu zərərsizləşdir, ikinci dəfə yerə, ikinci dəfə qalxıb da enerji sərf eləmir ki, ikinci dəfə, o dərsini aldı. Və o çox adamdırsa, bir yerə yığışmaq lazımdır. Bu bir adama cümür. Adam çox olanda, səs-küy salanda, əllə, ayaqla, səs-küy salanda çaşır, bilmir kimə hücum edirsin. Ona görə bundan başqa bir neçə, bəxt dedilər genə, taqqıltı, səs-küy, yırtıcı heyvanı çaşdırır bir. Onun məqsədi cəmliyir şikarla. Onu çaşdıranda və formu ilə və səs-küy ilə Görürəm yorulmuşsunuz artıq. Amma nəsə sualınız varsa deyil. Bir faydalı nəsə eşitdinizmi? Biz onda şad olarıq ki, eşitməyiniz şeylərdən də səs çatdırdıq. Çox sağ olun. İndi istəyirəm siz